Mənim kimi başqa blogerlər də var ki, avtomobillər icmalı eləyirlər. Düzdür, məndən öncə də var idi. Natiq bəyə də buradan salamlayırıq. Yəni var idi. Dediyim odur ki, tək məndə söz bitmir, tək mənlə iş bitmir. Sadəcə biz, mən və mənim kimi insanlar bir növ avtomobil sevərlərə bu avtomobilləri daha yaxından göstərir. Çünki mənim çəkdiyim sadəcə Çin avtomobilləri deyil, Bugatti də biz çəkmişik. Yəni biz ölkəmizdə Nazar Holding tərəfindən Bugatti rəsmi olaraq bizdə var, avtosalon olaraq və 2 modelində biz incələməsini etmişik. Hətta sürmüsüz? Yox, sürməmişik. Çünki sıfır bir avtomobildir. Yəni biz onu sürsək gərək alıb sürək. Belə deyim. Ona görə də hələ ki sürməmişik. Amma test drive belə deyim. Yox, test drive olmur o maşında. Test drive olmur, yalan deməyim, amma yetərincə belə desəm aramızda qalsın deyə heç kim bilməsin. Qurdalamışıq ki, görək baqajında nəyi var, salonunda nəyi var, nə kimi his verir insanlara.